Əbədi dostluq mahiyyəti. Bu məncə bir ilkdir bu Mərkəzi Asiya ölkələri arasında. Bəli, bildiyiniz kimi Özbəkistanla Azərbaycan münasibətləri artıq strateji müttəfiqlik xarakteri daşıyır. 2022-ci ildə cənab prezidentlərimizin ilk təmaslarından sonra Özbəkistan-Azərbaycan münasibətləri yeni bir mərhələ, yeni bir səviyyəyə qədəm qoydu və həmin dövrdə etibarən iki dövlət arasındakı münasibətlər strateji tərəfdaşlıqdan müttəfiqliyə, indi isə əbədi dostluq münasibətləri xarakteri daşıyır. Bu Azərbaycanla diplomatik təcrübəsində bir ilkdir və biz belə bir addımı ilk dəfə Özbəkistanla atırıq. Onsuz xalqlarımız əbədi dost idilər. Azərbaycan və Özbəkistan tarixinə baxsaq, bizim aramızda o qədər bağlantılar var. Bunu hətta biz Əlişir Nəvainin əsərlərində və digər özbək ədiblərin əsərlərində də biz görə bilərik və digər xalqlarımızı birləşdirən ədəbi əsərlərdə, dostluqda, münasibətlərdə və bundan da irəli gələrək xalqların iradəsindən, bu tariximizdən, ortaq tariximizdən, mədəni köklərimizdən irəli gələrək əbədi dostluq münasibətləri haqqında bu səfər çərçivəsində dövlət başçıları tərəfindən sənəd imzalanacaqdır. Başqa sözlə desək, yəni artıq de facto tarixi əsnada mövcud olan Azərbaycan-Özbəkistan əbədi dostluğu siyasi müstəvidə də əbədi dostluq xarakteri daşıyır.